5-ci sinif Azərbaycan dili 2-ci hissə ismin mənsubiyyətə görə dəyişməsi. Qaydanı səhifəmdə paylaşmışam. Zəhmət olmasa oradan izləyib, sonra gəlib tapşırıqlara baxaq. Demək, 3-ün A bəndi. Deyir, aşağıdakı dialoqda post sözünə artırılmış şəkilçilərə diqqət yetirin. Bu şəkilçilərin funksiyasını izah edin. Göründü, elektron postunuz olsaydı, nə işlər görərdiniz? Sizin postunuz elektron postum olsaydı, mənim postum. Deyir, bu şəkilçilərin funksiyasını, yəni artırıldığı sözdə hansı vəzifə daşıdığın. Postunuz deyəndə sizə aid olan bir postdan söhbət gedir. Sizə mənsub olan, sizə aid olan bir postdan söhbət gedir. Mənim postum deyəndə isə mənə aid olan bir postdan söhbət gedir. Əslində burada sizin postunuz deyəndə oradakı işçi Johnny'yə hörmət əlaməti olaraq siz deyə müraciət edir. Əslində Johnny bir insandır. Siz deyəndə çox insan nəzərdə tutulur, amma Johnny təkdədir. Sadəcə olaraq orada adətən biz şifahi nitqdə bəzən hörmət əlaməti olaraq insanlara siz deyə müraciət edirik. Burada da sizin postunuz deyəndə Johnny'yə müraciət edir əslində. Demək, funksiyası da odur ki, bir əşyanın kiməsə aidliyin bildirir. Mənim postum deyəndə mənə aiddir. Məsələn, Johnny orada deyir, elektron postum olsaydı. Yəni, mənə aid, mənə mənsub olan bir postum olsaydı, onu nəzərdə tutur. Və yaxud o biri işçi deyir, göründü elektron postunuz olsaydı, sizin postunuz, sizə aid olan bir post olsaydı, o funksiyanı daşıyır orada. İndi keçək, demək, 3-ün B bəndinə. Nöqtələrin yerinə uyğun şəxs əvəzliklərini artırın. Bax, kəndimiz deyəndə birinci şəxsin cəmindən söhbət gedir. Deməli, birinci cümlədə olacaq bizim kəndimiz. İkinci cümlə. Rəfiqəm deyəndə mənim rəfiqəmdən söhbət gedir. Deməli, ikinci cümlədə olacaq mənim sözü. Dəftəri deyəndə onun dəftərindən söhbət gedir. Deməli, üçüncü cümlədə olacaq onun dəftəri. Axşam evinizin işığı yanmırdı. Kimin evinin? Sizin evinizin. Deməli, 4-də olacaq sizin sözü. 5-də sevinirəm ki, bu fikrin çox bəyənildi. Sənin bu fikrin çox bəyənildi. 6-da olacaq sinifləri yarışın qalibi oldu. Kimin sinifləri? Onların sinifləri. Bu qaydada. Siz cümlələri köçürəndə tam şəkildə köçürün. Mən qısa-qısa yazdım. Demək, indi isə C bəndinə baxırıq. C bəndində nə deyir? 3-ün C-si. Deyir, nöqtələrin yerinə uyğun mənsubiyyət şəkilçiləri yazmaqla cümlələri köçürün. Birinci şəxsin cəmi. Deməli, birinci cümləyə birinci şəxsin cəmini artırmalıyıq. Yəni, ımız üstü 4. Məktəbimiz yeni təmirdən çıxıb. Birinciyə olacaq məktəbimiz sözü. 2. Otağın pəncərə, üçüncü şəxsin təki. Otağın pəncərəsi. 3. Ən böyük arzu mənim, birinci şəxsin təki. Ən böyük arzum müəllim olmaqdır. 4-cü cümlə. Yeni ev, ikinci şəxsin cəmini artırmalıyıq. Yəni, ınız üstü 4. Yeni eviniz çox rahatdır. 5. Deyir, qoy bu gün kitab məndə qalsın. İkinci şəxsin təkini artırmalıyam. Qoy bu gün kitabın məndə qalsın. Kitabın olacaq burada. 6. Yeni salınmış küçə genişdir. Üçüncü şəxsin cəmi. Yeni salınmış küçələri genişdir. Üçüncü şəxsin cəmində olacaq. Yeni salınmış küçələr genişdir.
küçələri genişdir. C bəndində. C-də nə deyir? Deyir, hansı cümlələrdə mənsubiyyət şəkilçili sözün neçənci şəxsə aid olduğunu dəqiq deyil. Neçənci şəxsə aid olduğu dəqiq deyil. Baxaq. Cavabını çox bəyəndilər. Bax, məsələn, 3-cü C-si. Qoy tapşırıqları nömrəliyim. Demək, burada birinci cavabını yazılıb. Onun cavabını da kimi fikirləşmək olar? Onun cavabını, sənin cavabını kimi də fikirləşmək olar. Ona görə burada bilmirik, bu 3-cü şəxsə aiddir, yoxsa 2-ci şəxsə aiddir. Deməli, cavablardan biri olacaq 1. Səsi aydın və məlahətli idi. Onun səsidirsə, deməli, bu 3-cü şəxsə aiddir. Burada dəqiqdir, 3-cü şəxsdir. Sonra, hekayələri maraqlı idi. Kimin hekayələri? Onun hekayələri maraqlı idi. Burada da bilirik ki, 3-cü şəxsdən söhbət gedir. Yəni, dəqiqdir, başqa şəxs ola bilməz. İndi baxaq o birisinə. Yolunu gözləyirik. Onun yolunu gözləyirik. Sənin yolunu gözləyirik. Deməli, burada da həm yolunu sözünü həm 2-ci şəxs düşünə bilərik, həm də 3-cü şəxs düşünə bilərik. Ona görə də burada dəqiq deyə bilmərik. 1 ilə 4-də dəqiq deyil, 2-ci şəxsdir, yoxsa 3-cü şəxsdir. Amma 2 ilə 3-də dəqiqdir, 3-cü şəxsdən söhbət gedir. Ona görə də cavab olacaq 1-4 cavabı.